Selamun Aleyküm. Bugünlerim farklı formatlı bir video seçeceğiz. Ümumiyyətlə, son günlerde paylaştığım videoların izlenmesi biraz düşüb. 10 izlenme, 9 izlenme. Yani 50 izlenme falan da olan olur. Ama ümumiyyətlə burada mesela bir iş gelirse, bir paylaşım olursa, herhalde bunun bir izlenme olması nəzərdə tutularak seçilmiş veya da paylaşılmış videolardır yani. O cəhətdən də məsələn niyə izlənmələrin düşdüyü filan da insanı müəyyən səviyyədə düşündürür. Şimdi bunun bir səbəbi mikrofonun olmamasıdır. İnşallah bir 2-3 günə filan mikrofonu təşkil etmək mümkün olacaq. Kamerada indi kamera olmasa telefonun verdiği görüntü normaldir. Bir de yani içerikler de herhalde ki müəyyən səviyyədə daha dərin araştırmalar olarsa, herhalde daha uygun içerikler gələrsə, izlənmələrdə müsbət təsir edəcəkdir. Bir de yani ben görmüşəm, abone olma oranı biraz aşağıdır. Mesela %90 izleyip %10 abone olur yani izleyenlerin sadece %10'u. Bu da biraz aşağı orandır düzü. Bugünkü seçeceğim mevzu biraz farklı mevzudur. Ümumiyyətlə mən bu kanalda seçtiğim videolarda əksəriyyətlə tibbi araştırmalar, dərmanlar, tibbi təcrübələr bu haqqda videolar çəkmişəm. Yani başka mevzularda çəkdiyim videolar çox azdır. Yani bir İmam Gazali hakkında, o da əsərinə biraz baxmışdım diye, araştırmıştım diye bir video sevmiştim. Bir de McDonald's hakkında videom var idi. O da hayat tecrübesi kimi. Onun haricinde ancak tibbi videolar paylaşmışam. Ama indi seçeceğim video hayat tecrübesi olacak biraz yine. Tibbi video çok da olmuyor da demiyorlar ki tiblə əlaqəsi olabilir ama çok az. Bu okuduğum əsərlərlə yenə bağlı bir video olacaq. Risale-i Nur diye əsər külliyyatı var. Bu əsərləri mən özüm də oxuyanam, hazırda da oxuyuram. Bu haqda fikirlərimi paylaşacağım. Nə olduğunu, necə bir əsər olduğunu oxuyanlar haqqında filan. Bu şəkildə bir video olacaqdır. Videonun giriş hissəsini verdiyimizə görə bu əsərlər haqqında danışmağa başlaya bilərik. Əsər külliyyatı ümumiyyətlə 14 əsərdən ibarətdir. Müəllifi Bediüzzaman Said Nursi ismində biridir. Bediüzzamanda yəni zamanın ən bənzərlisi deyə bir verilmiş ləqəbdir. O özü götürməyib, o zamanın alimləri ona verib həmin ləqəbi. 14 yaşında mı, 15 yaşında mı elə o ləqəbi alıb. Yəni elə adamlar vardır yəni tarixdəki elə yəni elmi yüksək səviyyədə olan adamlar vardır yəni. O da elə adamlardan biridir məsələn. Zamanın ən bənzərisi biraz böyük ləqəb kimi görsənir. Amma məsələn tarixdə oldu Bediüzzaman Hamedani kimi filan başqaları da olmuşdur yəni. Yazdığı əsərlər yəni əksəriyyətlə nur risaleləri filan bu şəkildə də adlandırılan əsərlərdir. Yəni imani əsərlər deyə keçir, amma ictimai həyatda da çox önəmli məsələləri izah etməkdədir. Bu əsərlərin əsas deməli yəni təşkil olunduğu blokada 4 əsər vardır ki, sözlər, lemalar, mektubat, bir de şualar diye isimlendirilən əsərdir. Yəni, əksəriyyətlə də məsələn 33 və yaxud da 31 hissələrdən təşkil olunub. Sözlər 33 əsərdir. Yəni, birinci söz, ikinci söz, üçüncü söz şəklində. Amma məsələn yazılması o ardıcıllıqlı olmamışdır yəni. Məsələn birinci sözü yazım, sonra ikinci sözü yazım. O şəkildə yazmayıb müəllif. Məsələn 10-cu söz var Haşr Risaləsi, axirəti anladan əsərdir.
Məsələn, bu əsər 1926-da yazılmış əsərdir. Digər bütün sözlərdən əvvəl yazılıb. Bir arızalar yoxdur da, sadəcə olaraq sistematik şəkildə olsun deyə ona uyğun surətdə telif edilmiş əsərlərdir. Məsələn, lemalar 31 lemadır, yəni şüalar 31-dir. Məktubat 33 yəni məktubdan ibarətdir. Məktubat əsərləri deməli, üstadın tələbələrinin üstada verdiyi suallar, üstadacı Bediüzzaman Said Nursi üstad deyilirdi o cəhətdən. Verdiyi suallar əsasında meydana gəlmiş əsərlərdir. Ən çox da sual verən üstadın bir əskər, yəni albay rütbəli əskər Hulusi abisi var. Abisi deyəndə, yəni tələbəsi də, yəni abi deyirlər filan. Abi də yəni türklərdə işlənən sözdür də, belə baxanda, yəni abi hörmət mənasında filan. Belə yəni. Onun verdiyi suallar əsasında yazılmış əsərlərdir, məktubat əsərləri. Şüalar var. Şüalar 31 şüa deyə keçir, amma çoxu telif edilməyib, yəni yazılmayıb. 13-14 şüa bildiyimə görə bu şəkildə yazılıb. Bu şəkildə əsərlər haqqında mən məlumat bu şəkildə verə bilərəm, yəni bu 4 əsər haqqında. Təzədən Muhakimat deyə bir əsər yazıb, o 1909-cu ildə yazılıb. Onda heç külliyyat falan yazılmamışdı, yəni sadəcə olaraq hələ Osmanlı'nda yıxılmadı vaxt idi. Sadəcə təfsir müqəddiməsi olaraq yazdığı əsərdir. Bir də dili biraz da ağır olan əsərdir digərlərinə. Ümumiyyətlə bu əsər külliyyatında Osmanlı'da kəlmələr çox keçməkdədir. Bunun bir səbəbi də Osmanlı vaxt yaşamış bir adamdır bu, yəni Osmanlı'dan çıxmış, Osmanlı'da kitablar oxumuş. Yəni onsuz o vaxt insanların əksəriyyətlə danışığı, yəni, Osmanlı yeni Türkiyə Cumhuriyyəti halına gəlmişdi və Osmanlı dili hələ də davam edirdi, yəni. O vaxtki telif edilmiş, yəni yazılmış əsərlərə baxanda çoxunda yəni bu ağır dil, ağır lüğət yəni görünməkdədir. İndi belə baxanda, yəni, indi çox adam Osmanlı dilində yazılmış kitabları çox da oxumur. İndi məsələn, kimi romanlar falan daha çox oxunur. Elxan Elatsının romanları var, Direktiv kimi və yaxud da sadə dildə yazılmış. Bunlar daha çox oxunur, çünki daha anlaşıqlı gəlir. O beləsinə əsərlər və yaxud da o vaxt Osmanlı dilində yazılmış əsərlər çox da oxunmur, yəni. Amma yəni dil baxımından baxanda, məsələn o dediyim 4 kitabda dil çox da ağır getmir, yəni anlaşıqlıdır, yəni. Oxuduqca anlamaq mümkündür, yəni. Bir də məsələn bu əsərlərin yəni mənəvi cəhətdən də təmiz yazılmış əsərlərdir deyilə bilər. Məsələn, onsuz da dini yazılmış əsərlərdə bu əksəriyyətlə müşahidə edilməkdədir. Yəni bunu çox adam anlamır bəlkə də, əsasda məsələn tibbdə oxuyan uşaqlarda baxanda o daha çox müşahidə edilməkdədir. Çünki tibb universitetinin təhsilində əksəriyyətlə necə bir təhsil izlənir? Materialist ancaq ki, maddə cəhəti müşahidə edilərək verilən bir təhsil var tibb təhsilində. Yəni mən də o təhsil almışam. Elhamdülillah almışam o təhsili də. Universitet bitir. Mən də başım rahat olduğundan bunu anladıram. Yəni indi düzü qabaqda yəni imtahanlar var, çox da elə çətin deyil, yəni bekarçılıqdır bir növ. Bunlar haqqında da danışmaq istəyirəm deyə danışıram, yəni. Onsuz da yəni bu kanalda dediyim kimi də yəni mən istədiyim konspekt, əsas tibbi konspektdir. Belə mövzularda da yəni nadiratdan video seçirəm. O seçdiyim videolardan biridir. Bir də izlənmələrin də biraz düşməsinə də təsiri var. O cəhətdən yəni insanlara belə şeylər maraqlı gəlir deyə mən də anladıram, yəni həm də anlatmaq istəyirəm deyə. Yəni bu şəkildədir, yəni bunlardan danışmamın səbəbi budur. Çox da xüsusi bir səbəbi yoxdur, yəni. Belə çox da danışmaram hər halda, yəni çox video sevmərəm. İndi bu video nə qədər uzun çəkəcək bilmirəm.
Yəni bəlkə də tək, yəni bilmirəm yəni. İndi anlattığım şeyləri əhatə etdiyim nisbətdə davam edəcək yəni. İndi madəm danışırıq bu əsərlərdən, bir əsərdən danışanda müəllifindən də danışmaq lazımdır ki, yəni kimdən danışdığım bəlli olsun. Yəni mən özüm başqa əsərləri oxumuşammı? Oxumuşam. Məsələn, Rus yazıçıların əsərlərini oxumuşam. Lev Tolstoyun əsərləri var, Hərb və Sülh, 4 cildli əsərdir. O da o vaxtki Rusiyanın vəziyyətini, yəni 18-19-cu əsrlərdəki Rusiyanın vəziyyətini roman halında anladır. Yəni, maraqlı əsərlərdir onlar da, anlaşılır əsərlərdir. Daha çox müharibə dövrünü anladır, o müharibə dövründəki şəraiti anladır o əsərlərdə də. Onun xaricində də məsələn roman və alə əsərləri oxudum olub, müqtəsi filan deyilən fəlsəfə əsərləri oxudum olub. Düzdür, yəni fəlsəfə haqqında ağırlıqlı kitabları çox oxumamışam, amma oxuduqlarım olub, yəni daha çox roman tərzində olub. Əslində oxumağı düşünürəm də, yəni bəlkə də bu video vəsilə olar, boş vaxtlarımda yavaş-yavaş oxuyaram, yəni gündə yarım saat, 40 dəqiqə. Düzdür, yəni indi rezidentur imtahanına da hazırlaşıram deyə, inşallah dua edin. Rezidentur imtahanına da hazırlaşıram deyə çox da, yəni bu başqa fəlsəfə kitabları olsun, başqa kitablar olsun, çox da oxumağa vaxt olmur, amma oxumaq olar, yəni klassiklərdən oxumaq olar və yaxud da fəlsəfə haqqında kitablar oxumaq olar. Nə bilim, Descartes, Plato, Sokrat, bunların kitablarına baxmaq mümkündür. Bu kitablardan niyə danışıram? Bunları çox oxumuşam biraz, ona görə. Çünki yəni külliyat 6000 səhifədir. Mən də oxumuşam, yəni külliyatı tamamlamışam, davam edib bir də oxumuşam, eləmişəm. Onun üçün müəyyən fikrim var, yəni nədir, nədən danışır, niyə bu əsərlər yəni oxunaqlı əsərlərdir filan, niyə çox oxuyanlar olur filan. Müəyyən fikrim var mənim də, o cəhətdən anlada bilirəm yəni. Məsələn, bu əsərlərdən biri var, İşarətül İcaz. O vaxtı, hərb vaxtı yazılmış əsərdir, yəni hərbdə məsələn yazan adam özü ustad da deyir ki, yəni hərb vaxtı at üstündə yazılmış bir əsərdir. Onun bir katibi var, Molla Habib deyir. Ona yazdırıb, o deyib, o da yazıb yəni. Yəni müharibə vaxtıdır, düşman hücumu vaxtıdır. Amma məsələn elə o şəkildə əsər yazmağa, telif etməyə də davam edir yəni. Onun xaricində də həbsxanada yazdığım müəyyən əsərlər olub, həbsxanada telif elədiyi əsərlər olub. Ümumi olaraq desək, müəllifi və bu əsərlərin yaranma məqsədi. Bu külliyat Bediüzzaman Said Nursi 1877-1960-cı illərdə yaşayıb, tərəfindən yazılmış dini və fəlsəfə əsərləri toplusudur. Əsas məqsədi Qurani Kərimin həqiqətlərini izah etmək, imanı gücləndirmək və dövrün materialist, fideist axınlarına qarşı müsəlmanlara mənəvi dayaq vermək olmuşdur. Məzmun və əsas mövzular Risalə-i Nur aşağıdakı əsas mövzuları əhatə edir. Bayaq da demişdik, bir də təkrarlayaq. İman və Allaha inam, Allahın varlığı, birliyi və sifətləri üzərində dərin təhlillər aparılır. Qurani Kərim və Peyğəmbərlik, Qurani Kərimin ilahi mənşəyi və hikmətləri, Peyğəmbərimizin sallallahu aleyhi və səlləm risalətinin dəlilləri, axirət və qiyamət, ölüm sonrası həyatın varlığı və bunun elmi fəlsəfi əsaslarla isbatı. Yəni ölüm sonrasında həyat olduğuna indi yəni inanmayanlar var, laqeyd qalanlar var, çox da düşünmürəm deyənlər var. Orada gəlib görədi, indi çox da önəm yoxdur deyənlər var. Amma mənim fikrimə görə laqeyd qalınası məsələ deyil. Çünki ən azından alternativ bir yol olsa belə, o alternativ yolun nə olduğunu düşünüb, ona uyğun surətdə bir fikir ortaya qoymaq bu cəhətdən faydalı olacaqdır. Çünki məsələn deyirsən ki,
məsələn yoxdur, Allah yoxdur və yaxud da axirət yoxdur. Yəni ora gedəcək, məsələn reinkarnasyon olacaq kimisindən də, məsələn elə deyilir, geri qaydaysan filan və yaxud da paralel evren şəklində iddialar deyənlər var. Da yəni nə deyirsən də bir əsasa, bir dayanağa istinad etdirib bir ispat ortaya sunman lazımdır. Əgər o ispatı ortaya qoymursansa, onda yəni müdafiə edə bilməzsən ortaya qoyduğun həqiqəti. Müdafiə edə bilmədiyin şeydə doğruluğunu da ispatlaya bilmədiyin cəhətindən yəni əlində qalar. İddian əlində qalır bir növ. Əlində qalmasın deyə ispatın olması lazımdır. İspatın da yoxdursa, məsələn, o hər an məhkəmədə elədir də bildiyimə görə, dəlil yoxdursa, sənin ortaya qoyduğun iddiaya baxılmır, yəni dəlilin yoxdursa. Bir dəlilin varsa, baxılır. Məsələn, bu axirət məsələsinə də o şəkildə baxmaq olar, yəni bir dəlilin, bir ispatın varsa, ortaya qoyduğun iddialarında bir əsası, bir dayanağı, bir istinadgahı olar. Bir dəlilin yoxdursa, bir istinadgahın da yoxdur təbii olaraq. Demək ki, yəni ortaya qoyulan fikirlərdən məntiqsiz olur, çürük olur. Məsələn, çox fikirlər var. Agnostizm, panteizm, satanizm, hinduizm, inançsızlığın, budizm, ateizm, deizm. Ateizmlə deizm bacı qardaş kimidir. Yəni ikisi, biri deyir məsələn Allah yoxdur, deizmdir, var amma yəni kitablara çox inanmıram. Yəni kitablara inanmırsansa, inandığın Allah'a hardan bilsən olduğunu kimi bir məntiqsiz olur. Ki, yəni deyilir Allah yaradıb, sonra da çıxıb gedib öz işi ilə, gücü ilə məşğul olur. Amma yəni onda o Allah'a sən bir növ gerizəkalı və yaxud da tupoy, haşa Allah demiş olursan. Çünki məsələn, bu günlərim ən adi evi tikən adam belə o evi tikdikdən sonra çıxıb gedərsə, bu adama deyərsən ki, niyə tikmişdin? Yəni, bir var ev yarımçıq qala, bir də var ki, evi tam tikib, döşəyib, mebellərin filan hər şeyini alıb, bu adam evi bıraxıb getməz. Ya kirayəyə verər və yaxud da xaricdə bir ay, 2 həftə işi vardır, o işini görər, yəni o evə gələr, baxar. Ki, o müddətdə belə kirayəsi ağdarar ki, yəni tikmişəm də o qədər boş qalmasın kimisindən. Müəyyən bir məqsədə, planı, projesi vardır ki, o evi tikmişdir yəni. Məsələn, kainat var, ölçülər var, dəqiq, yer kürəsindən günəşə qədər 150 milyon kilometr, məsələn, aya qədər 384 min kilometr, məsələn, yerin öz ox ətrafını ildə 365 dəfə, 4 ildə bir, fevralında 29 olmasına binaən 366 gün, günün 24 saat olması, yəni dəqiq trayektoriyaların bu qədər dəqiqliyi, oksigen balansının 21% olması ki, yəni 20% olsa, oksigen çatışmazlığından, hipoksiyadan öləcək. 22% olarsa da, məsələn, oksigen səviyyəsi çox yüksək olur. Yəni qanımızda oksigen səviyyəsi yüksək olur və yəni heç kim siqaret çəkənməz. Məsələn, bir dənə yandırdığın anda bir alovu və o da heç kim odun üstündə bir şey bişirə bilməz. Siqaret çox da yaxşı örnək olmadı. Ümumiyyətlə də, yəni oksigen səviyyəsi yüksək olanda od alov tutuşturduğun anda bütün atmosfer yanar. Yəni o dərəcədə incə bir dəngə var yəni. Məsələn, ozon təbəqəsi, yəni 1 santimetrdən belə nəzik təbəqədir. Amma məsələn, o təbəqə yəni tam nə qədər olduğunu açıq bilmirəm. Ozon təbəqəsinin bir neçə santim olduğunu bilirəm. Həmən coğrafi məlumatım çox da güclü deyil, amma bir neçə santim olduğunu bilirəm. Ozon təbəqəsi, amma onu bilirəm ki, günəşdən gələn radiasiya şüalarından yer kürəsini qoruyur yəni. Məsələn, ozon təbəqəsi yoxdursa, yer kürəsinə o radiasiya şüaları gələcək və yəni ultrabənövşə şüalar insanların xromosomunu dəyişdirib, genetikasını dəyişdirən şüalardır. Yəni, bu da insanın normal yaşantısını pozur yəni. Məsələn, bunlar var yəni.
Mesela ozon təbəqəsi bəzi ölkələrdə atmosferin çirklənməsiyle bağlı bəzi yerlərdə deşildiği olur ve bu da xəstəliklərin yayılmasına səbəb olur. Yani bu kadar dəqiq bir ölçü var yani. Bunu demək istəyirəm. Niye de yaradıp da sonra da sapı geçsin yani. O kadar dəqiq ölçü koymuşlar. Heyvanlar alemi, botanikada. Mesela birinci gün evvel ekoloji hakkında bir video sevmiştim. Orada anlatmıştım. Yani bu ekoloji şəraitin sabitliği. Yani yaşamın mümkünlüğü, insan hayatının yaşamı, hayvan hayatının yaşamı, bunların arasındaki simbiyotik uyumlu, yani bir düzen var, yani bir sistem var. Bu sistemi yaradanda niye koyup geçsin? Mantıksız görsənir, koyup geçmesi mantıksız görsənir açığa. Ben bu şekilde düşünüyorum. Yani isteyen istediği şekilde düşünebilir ama benim düşüncem bu yöndedir yani. Ve yani şey halında düşünmürəm yani. Kardeşim Allah var yani. Hardan bilsən falan. Yani ben istəyirəm ki böyle Allah var yani. Onu bu şekilde düşünürəm yani. De yani bunu herkes deyə yani. Ben belə düşünürəm və yaxud da bir qəza oldu keçən gün də oydu. Allah qorudu adamı falan. Bu yani bu da bir demək olar ama bu çox səhti qalır yani. Bunun demək çox səhti qalır yani. Çox da önemli bir şey değil de yani qayıdıb deyə bilər təsadüfən qurtulub. Yani maşın dəydi, oydu, nə tördə qurtuldu. Ve olur da başkasına adam başına da gelir. O senin inancınla bağlı bir şey değil ki. Mesela ateist o da maşından kurtuldu olur. Yani bunu ne ona bağlıysan. Bu deyilebilir. Ama mesela sen ortaya koyduğun esasları, altyapılarını bile ortaya koyursansa bu biraz sürdürmesi çətin olur. Ki mesela dengeleri elimle ispatlayanda o biraz sürdürmesi çətin olur. Yani Risale-i Nur'un bu cəhəti də var. Yani Risale-i Nur'daki dəlilləri sürütmə biraz çətindir. Çünki Risale-i Nur Qurandakı ayətləri izah edərək ortaya dəlil sunur. Haşir haqqındakı məsələləri filan. Ortaya qoyduğu dəlillər elmlə paralel gedir. Hətta elmin içərisində Risale-i Nur'da da bir yerde keçir ki, elmin içərisində marifətullaha bir yol, Allah'ı tanımağa bir yol. Yani demir ki orada mesela adam mesela profesördü, bildiği elm əsaslara baksan ne seviyelerde yani ama mesela Allah'tan danışanda o büyüklükte Allah bizim gözümüzü qaşımızı yaradı ve bu gözü qaşı Allah yaradı filan. Bu səhti qalır. Ama mesela deyəndə ki bizim bedenimizde olan 98 bin kilometre damar sistemi ki yer küresine 2,5 defa bu damar sistemiyle fırlanmak mümkündür. Bu damar sisteminin tərkibində olan hissə belə epidel qatı, əzələ qatı və üzərində birləşdirici toxumadan təşkil olunmuş bu mürəkkəb sistemin daxilində qanın axınının və o qanın hüceyrələrdə haralara getməsi gərəkdiyini bilib də o hüceyrədəki oksigen ehtiyacını və qida ehtiyacını təmin edib də o hüceyrənin tərkibindəki mitoxondriyalarda baş verən yanma prosesləri nəticəsində əmələ gələn qalıq məhsullarını, o qalıq məhsullarla bərabər karbon qazının da yenə eritrosillərə birləşib bir növ eritrosiller vasitəsilə daşınması və digər növdə qanın tərkibindəki plazmadakı hidrokarbonata birləşib hidrokarbon iyonu vasitəsilə oksigen, karbon qazının da damarlarla gəlib ağciyərə və ağciyərdə tənəffüs vasitəsilə kapilyarlarda və alveollarda gedən tənəffüs nəticəsində bu havanın təmizliyinin təmini və insanın fiziologiyasında müəyyən təmizliyin təminin nəticəsində insan həyatının davamı gedir ki, bu da müəyyən bir sistemin olduğunu göstərir və bu müəyyən sistemin olması da bir sistemin qoyanın olduğunu göstərir ki, bu da Allahın varlığına bir dəlildir. Bu şəkildə deyəndə ortaya qoyduğun elm Allah'a isbatlayır. Yəni sən qıraqdan bir məlumatla demirsən ki, yəni var ya qaqa,
Biz böyle yani Allah olmasa öyle şey olar. Adamın elmine baxırsan, bir de ortaya koyduğu inanca baxırsan, sonra belə bağlantısız gedir. Yani bu da adamın həyatına nə səviyyədə təsir edir? Çox da təsir eləməz məsələn. O yəni çox da uyğun getmir yəni. Məsələn, sabah bir iş görəndə və yaxud da hər hansısa bir qərar verəndə yəni orada düşünərmi? Burada düşünməyən orada da düşünməz. Çünki insan həyatının nə ilə məşğul olmaqla keçirirsə, həyatını yönləndirəndə o olur yəni. Həyatını insan elm keçirirsə, elmlə keçirdəksə həyatını yönləndirən odur. İş keçirirsə, hər hansısa bir iş, biznes, bir qazanc planı o keçirirsə, həyatını yönləndirən odur. Həmən deməyim nədir? Həyatını nə yönləndirirsə, o yönləndirən istiqamətdə, yəni Allah varmı, tapırsanmı və yaxud da düşünürsənmi? Deməyim odur yəni. Əgər tapa bilmirsənsə, demək ki, bağlantısı qurmamısan, yəni bağlantı yoxdur, yəni bağlantısız gedir. Sadəcə olaraq deyirsən ki, hə, var da yəni biz də bilir. Harada öyrənsən, bizim dayı olanları anladırdı filan. O gün həm oğlu gəldi, bir Allah danışdı filan. Sən nə anladın? Vallahi heç də anlamadım filan. Yəni o şəkildə gedir məsələn. Ən çox da o keko deyir türklər. Soldan gələn motosiklet səsi nə səviyyədə gəldi kamilləyə bilmirəm. Ən ucuz motosikletlərdir bunlar. Çünki ən ucuz motosikletlər ən çox modifiyə eləyir özünü. Çünki o ucuzluğu bir şəkildə örtməlidir axı üstü. Onda elə modifiyə eləyir yəni. Qiymətinə baxsan ən ucuzdur, ən dandik şeydir, amma çıxartdığı səsə baxsan deyirsən ayda. Cəmaatı belə yoldan keçənləri narahat etmir. İndi o soxlayım, qapı belə bağlıdır, səsi səriyə girir yəni. Nəysə. Yəni deməyim o ki, bu yəni bağlantısız gedən tema deyil. Risale-i Nur'un fərqi nədir? O bağlantını təmin etmək üçün əsaslı bir vasitədir. Onsuz da yəni tarix boyu İslam tarixinə baxanda bu əsərlər daima yazılmış. Yəni İmam Qazali haqqında video çəkmişdim orada da. Məsələn, anladılıb yəni İslamın ictimai həyatları olur, nə anladır, nə haqqında danışır. Bunlar anladılıb yəni. Yəni uzaq bir tema deyildir yəni. Bu xaricinə nə deyə bilərəm? Məsələn, Risale-i Nur'da dua, tövbə, səbir və ibadət, ruhun tərbiyəsi və mənəvi kamillik yollarından danışılır. Məsələn, Münazat Risaləsi var. Zamanın problemləri, bayaq dediyimiz kimi ateizm, nihilizm, müasir insanın mənəvi boşluğu kimi problemlərə cavabları var. Üslub və yanaşma tərzi Risale-i Nur'un dili, ədəbi, fəlsəfə bəzən poetikdir. Əsərlərdə dərin məntiq, bənzətmələr, analogiyalar və elmi terminlərdən istifadə edilir. Oxucunu düşünməyə, təfəkkür etməyə təşviq edir. Oxucuya təsiri və yayılması İslam dünyasında, xüsusilə Türkiyə və Azərbaycanda geniş yayılıb. Bu da dil cəhətindən anlaşıqlı olması. Məsələn, biz bütün gün nəyə baxırıq? Türk seriallarına. Türklərdən yaxşı danışır, hardasa yəni. O cəhətdən yəni. Bunun da dili türkçədir, o cəhətdən bu coğrafyalarda daha çox yayılıb bu əsər. Təkdə dini təlim vermir, həm də insana mənəvi psixoloji dəstək, ümid, təşviq verir. Bir çox insan üçün imanın gücləndirilməsi, zehni və mənəvi aydınlanma vasitəsidir. Bu haqda olan bəzi tənqidlər və çətinliklər də deyəcək olsam, bəzi tənqidçilər üslubunun ağır və klassik Osmanlıca olması, bunu bayaq da demişdim, bir də təkrarlamış oldum. Səbəbilə hər kəsə asan olmadığını bildirirlər. Yəni, anlamayanlar var, amma oxuduqca o anlaşılır. Bəziləri heç anlamır, yəni, nə varim ki. Amma mən anlayıram, müəyyən səviyyədə. Bu videonu çəkirəmsə, anlayıram ki, çəkirəm də. Özümə görə, yəni, çox yüksək səviyyəli deyil, amma anlayıram, yəni. Elmi fəlsəfi yanaşma bəzi mühafizəkar dairələrdə qeyri-ənənəvi kimi qiymətləndirilə bilər. Elmi fəlsəfi cəhətdən də müəyyən fərqlilikləri vardır, yəni, açıq deyim. İndi
Bunu bayaq da demişdim, yenə bir də təkrarlayım. Əsas hissələri, yəni hardan başlamaq bu əsərləri oxumağa. Məsələn, sözlər əsərləri var. Bayaq dediyim kimi, imanın əsasları, Allahın varlığı, qiyamət, peyğəmbərlik, vəhiy, mələklər və s. haqqında dərin və təsirli izahları var. Birinci sözdə ibadətin hikmətindən, ikinci sözdə Bismillahın əhəmiyyətindən, 10-cu sözün bayaq dediyimiz kimi axirətin isbatı, 7-ci sözdə yenə duadan danışılır. Ən uyğun yer birinci söz və 10-cu söz deyilə bilər. Amma sən başa düşülür, həm də çox təsirlidir. Məktublardan deyəcək olsa, bunun bayaq da dedi, tələbələrinə müxtəlif insanlara yazdığı məktublardır. Bunların içində nə var? Həm gündəlik həyatla bağlı mənəvi tövsiyələr, həm də dərin teoloji təhlillər. Çox vaxt praktik və mülayim dillə yazılır. Onsuz da üstadın da dili çox ağır deyil, yəni çox belə düzgün bir üslubu var, yəni üstadın da. İkinci məktubda ölüm və həyatın mənası çox gözəl izah edilməkdədir. Başlamaq üçün uyğun yer ikinci məktub həyatın və ölümün mənası haqqında düşündürücü və ruhu dincəldən bir məktubdur. Məsələn, ikinci məktubdan başlana bilər. Şüalar var, bayaq dediyimiz kimi. Bunun ən dəruni və fəlsəfi hissədir şüalar. İçində nə var? Xüsusilə Allahın varlığı və sifətləri, Quran-ı Kərimin möcüzələri, İslamın sosial yönləri haqqında izahlar, İslamiyyətin sosial cəhətlərini haqqında müəyyən məlumatlar almaq istəyənlər bu əsərlərə baxa bilər. Mən də oxumuşam yəni. Məsələn, var, 4-cü şüa. Orada məsələn müəyyən bir məlumat keçir, deyir ki, bu əsərləri anlamaq, hər kəs hər hissəsini anlamaz. Amma yəni, anladığım miqdarı kifayət edir yəni. Sən yəni bütün məsələni anlayacam deyib də özü yorma yəni. Nə qədərini anlasan o qədər kafidir. Onsuz yəni elə bir əsər yoxdur ki 100%-in belə oxuyub anlayasın, yəni o mümkün də deyil yəni. Şüalar ən dəruni və fəlsəfi hissədir. İçində nə var bu əsərlərin? Xüsusilə Allahın varlığı və sifətləri, Quran-ı Kərimin möcüzələri, İslamın sosial yönləri haqqında izahlar var. İkinci şüada Quran-ı Kərimin hər bir ayəsinin heyrətamiz düzlük və məna dərinliyi izah olunur. Yeni başlayanlar üçün biraz çətin ola bilər, amma imanı inkişaf edən, yəni imanla məşğul olan adamlar daha rahat anlaya bilər. Hansı qaydada oxumaq olar deyilsə, məsələn, sözlər 1-ci, 10-cu sözləri oxumaqdan başlana bilər. Məktublar 2-ci məktub, 8-ci məktub oxuna bilər. Şüalar daha sonra bu şəkildə oxuna bilər. Məsələn, qısa və gündəlik həyatla bağlı şeylərdən başlamaq istəyən biri, şəxsi inkişafla bağlı, İxlas Risaləsi, xalis niyyət və istimiyanı təmizləməklə bağlı. Burada mövzu riyadan, özünü göstərmək, egodan və mənfi hisslərdən uzaq durmaqdır. İşli və məqsədinə sırf Allah rızasını etməkdir. Niyə oxumalısın bu əsərləri? Bu risalə özünü tərbiyə etmək, təkəbbür və egodan uzaqlaşmaq üçün dərman kimidir. Çox sadə və qısa risalədir, gündəlik həyatla da çox əlaqəlidir. Hər səhər və ya yatmadan əvvəl bir neçə əvvəl oxumaq və düşünmək mümkündür. Uxuvvət Risaləsi qardaşlıq və münasibətlərin inkişafı haqqındadır. Bu əsərin mövzusu insanlarla xoş rəftar, kin-kudurətdən uzaq durmaq, qarşılıqlı sevgi və hörmət haqqındadır. Bu əsərin iyi oxumasına əgər şəxsi inkişaf deyəndə həm də sosial münasibətləri nəzərdə tutursa bir insan, bu risalə mütləqdir deyilə bilər. 11-ci söz səbir, şükür və həyat sınaqları haqqındadır. Mövzusu həyatda qarşılaşdığın çətinliklərin arxasında mənəvi tərbiyə və hikmət olduğunu izah edir. Bu əsərin oxumasan çətin günlərdə pozitiv qalmaq və mənəvi güc qazanmaq üçün ruhu çox möhkəmləndirir. İkinci məktub həyat və ölmə mənasını izah edir. Mövzusu insanın niyə yaşaması, ölüm niyə var, həyatın məqsədi nədir vaqidədir. Bu əsərin oxumasan özünü tanımaq və həyatına dərinlik qatmaq üçün bu məktub çox əhəmiyyətlidir. Şəxsin inkişafının təməlini biri
buradan başlayabilir. Oxumaq üçün arzulıq, ixlas, uhuvvət, 11-ci söz, 2-ci məktub, irəlilədikdə 17-ci söz və 7-ci şua, nəfs tərbiyəsi üçün daha dərindən mövzulardır. Bu şəkildədir, bu izahları anlattım bildiyim qədərilə, özümün də oxuduğu qədərilə. Çəkindiyim bir şey yoxdur, oxuyuram, buradan da deyirəm. Çünki bu kanalda bilirəm ki, elə bu əsərləri oxuyan, izləyənlər də var, tanıdıqlarımdan. Çünki kanalı ilk quranda da elə dəstək olanlar var idi filan. O cəhətdən. Bunu da deməkdən çəkinmirəm, bu əsərləri oxuduğumu deməkdən də çəkinmirəm. Quran da oxuyuram, bu əsərləri də oxuyuram. Bu şəkildə də bu istəyən oxuya bilər, istəməyən oxuya bilməz. Burada heç kimin məcbur eləmirik. Məsələn, daha çox tibbi paylaşımları izləmək üçün bu kanala baxanlar ki, bu çox böyük də kanaldır, 1000'lik, 10.000'lik, 100.000'lik kanaldır deyək. İnşallah onların elə bir kanal deyil Onun üçün, amma müəyyən bir ardıcılığı var hatta tibbi kontekstdə paylaşımlar olur. Arada bir tarixi və yaxud da fəlsəfi videolar olur, o da arada bir. Arada bir məsələn İmam Qazali haqqında video paylaşdığım olur və yaxud da McDonald's'da işləmişdim, orada təcrübələrimi paylaşmışdım. Bu da elə öz təcrübələrimi, həyat təcrübələrimi paylaşdığım bir videodur Müsbət yönlərini, mənfi yönləri də ola bilər ki, o da anlaşılmaz cəhətindən müəyyən çətinliklər ola bilər. Nə deyim, ola bilər Belədir istəyən oxuya bilər, istəməyən də oxumaz Bu videonu da istəyən izləyər, istəməyən izləməz Heç kim məcbur eləmir ki, gəl bu İslam məsələləri haqqında videoya bax. Sadəcə mən oxuyuram, paylaşıram burada da Öz təcrübəmi paylaşıram sadəcə olaraq. İndi çox adam kitabda oxumur Kitab oxumaq ağır gəlir Mən özüm də oxuyanam, çox yüksək səviyyədə oxuyan deyiləm Daha çox imtahan ağırlıqlı bir çalışmam var İndi rezidentur imtahanı var. İnşallah ona hazırlaşıram. Dua edin sizdən. Bu şəkildədir Çox da belə, onlarda da yüksək səviyyəli bir şey yoxdur İstəyən izləyər, bəyənər, paylaşar, yorum yazar, kanalda abunə olar. Mənim adım İslamdır. Tanıyanlar tanıyır bu kanalı takip edənlər. Bu şəkildə bugünkü mövzumuz biraz fərqli mövzu idi. Mən də fərqindəyəm. Amma pis də mövzu deyil Belə takip edən insanlar var Bu şəkildə oldu. Sağ olun. Görüşərik.